Salam, hər vaxtınız xeyir. Bugün DİM-in sınaq imtahanlarında istifadə olunmuş bir sualı izah edərik. Sualımızda ştrixlənmiş ərazilərin iqlim şəraitini nəzərə alaraq inkişaf etdirilməsi məqsədə uyğun olan kənd təsərrüfatı sahələrini müəyyən edin. Bir rəqəmi ilə göstərilən ərazi qışı quraq keçən mülayim isti iqlim, 2 rəqəmi ilə göstərilən ərazi, yəni Naxçıvan arazboyu düzənlikləridir. Burada iqlim qışı soyuq keçən yarım səhra və quru çöl iqlimi, 3 rəqəmi ilə göstərilən ərazi isə qışı quraq keçən soyuq iqlimdir. A variantında dəmiyə əkinçiliyi şəraitində taxılçılıq və üzümçülük. Bu əlbəttə ki, 1-ə uyğun gələcək. Çünki bildiyimiz kimi mülayim isti iqlimdə, dəmiyə şəraitində taxılçılıq və üzümçülük sahələri inkişaf etdirilir. Ona görə 1-ə A. Pambıqçılıq və quru subtropik meyvəçilik. Pambıqçılıq xüsusilə də Kür-Araz ovalığı üçün, yarımsəhra quru çöl iqlimi üçün hakimdir və burada əsasən qışı mülayim keçən yarımsəhra quru çöldür. 2-də Naxçıvanda göstərilən isə qışı soyuq olduğu üçün heç birinə getməz, yəni B yanlış olacaq. Əsasən suvarma şəraitində üzümçülük, meyvəçilik və heyvandarlıq 2-yə C olacaq, çünki Naxçıvanın yarım səhrasında suvarma şəraitində üzümçülük, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. 2C. Tumlu meyvəçilik, faraş tərəvəzçilik və bostançılıq. Tumlu meyvəçilik Quba Xaçmaz üçün uyğun olsa da, faraş tərəvəzçilik Lənkəran üçün xarakterikdir. Burada da göstərilmədiyi üçün D yanlışdır. Həmçinin də 3 rəqəmi soyuq iqlimdir, ona görə olmaz. Yay otlaqlarında heyvandarlıq. Bildiyimiz kimi soyuq iqlimdə dağ-çəmən landşaftı inkişaf edir və dağ-çəmən landşaftında da respublikamızda yay otlaqları kimi istifadə olunur. Ona görə 3-ə də Y olacaq. Düzgün cavabımız 1A, 2C, 3Y, yəni D variantı olacaq.